Mir Məhəmməd Mirsədoğlu 1946-cı il fevral ayının 18-də Qubadlı rayonunun Mirlər kəndində anadan olmuşdur. Körpə ikən anası Gülüm nənəni itirmiş, 2 yaşı tamam olanda atası Mirsədi ağanı 3-cü dəfə həbs etmişdilər. Balaca Mir Məhəmmədi Çərəli kəndindən olan yaxın qohumları Şahsuvar baba və Züleyxa nənə müvəqqəti himayəyə götürmüş və sevə-sevə saxlamışdılar. Mirsədi ağa həbsdən azad olunandan sonra 8 yaşlı yeganə oğluna qovuşmuş, onun təlim tərbiyəsini öz üzərinə götürmüşdür. Mir Məhəmməd ağa 1962-ci ildə Dondarlı kəndində orta məktəbini bitirmiş və həmin il Azərbaycan Tibb İnstitutuna qəbul olunmuşdu. 1968-ci ildə institutun müalicə profilaktika fakültəsini bitirmişdir. Bir müddət Çardaqlı və Xocahan kəndlərindəki tibb müəssisələrini başçılıq etmiş, Qubadlı rayon Mərkəzi Xəstəxanasında əsəb həkimi işləmişdir. Gözəl xeyirxah, istedadlı həkim və kəramətli seyid kimi ölkəmizdə və onun hüdudlarından kənarda da yaxşı tanınmış, ictimaiyyət və əhali arasında böyük hörmət qazanmışdı. Bir çox kənd arası yollarının çəkilməsi, körpülərin salınması, bağ-bağçaların, abidələrin yaradılması, bulaqların tikilməsi, su arxları və kəmərlərinin çəkilməsi, başqa abadlıq işlərinin görülməsində onun böyük əməyi olmuşdur. Qubadlı rayonunda Bərgüşad çayının üzərində iri körpü saldırmış. Sarı Aşığın sevgilisi Yaxşının itib batmaqda olan qəbrinin üstünü götürmüşdür. Ona gözəl bir abidə qoydurmuşdur. Mir Məhəmməd ağa 1982-ci il mayın 15-də dünyasını dəyişmişdir. O 8 övlad atası idi. Salihə, Mirsədi, Ziyəddin, Rəhnumə, Gülüm, Müntəxab, Nümayən və Meyraz. Onların tərbiyəsi ilə Mirsədi ağa ocağından layiq gözəl xasiyyəti ilə elimizin dərin hörmətini qazanmış Mir Məhəmməd ağanın yadgarı Akifə xanım məşğul olmuşdur. Allah rəhmət eləsin.